Dostlar, bugün verilərimiz gül açıb, maşallah, göz dostlar, biri-birindən gözəl. Bugün verilərimiz gül açıb. Demək, əziz dostlar, bugün nə bir malzəməli video çəkmək istəyirik. Bu günləri bu armudlarımıza burada meyvə verib. Ən çox gələn suallardan biri budur ki, bu günləri məsələn iyul ayının ikisidir. Biz bu vaxtı gül bitki əkə bilərikmi yerə? Bax, indi dostlar, onlara sual verirəm. Və ya çıxatma gözlə. Və ya da qabları dəyişmək olarmı? Bax, əziz dostlar, bu bizim, bir dəqiqə gözlə. Bax, bu bizim budlaya gülümüzdür, əziz dostlar. Bir də sal aşağı biraz düşünün, hə. Küləkdir. Deməli dostlar, bax, gülümüz yaxşı inkişaf eləmir. Bax, gülün tumurcuğunu verib tam aça bilmir. Torpağı zəifdir. Bax, köklər də buradan altdan çıxmışdı, kök telləri. Biz bunu dostlar kəsmişik iki tərəfli. Bax, torpağını dağıtmadan, bu vaxtda iyul ayının ikisidir. Çalışmaq lazım ki, torpağı dağılması kökündən. Niyə? Çünki dostlar, torpaq dağılanda hava dəyəni quruma şansı verir. Bax, kök tellərinə zədələnmədi. Dostlar, istəsəz drenaj qoya bilərsiniz bu qaba. İstəsəz qoymaya. Biraz altını təmizlə cavabınız. Biraz bunun altından belə təmizlə. Kök telləri qoy. Hə. Kök açıqdır mı? Hə, isə o dostlar. Bu vəziyyətdə basırıq bunu yerə. Deməli dostlar, biz indi bu qabını dəyişdik. Siz istəsəz bunu aparıb bu vəziyyətdə yerə dəkə bilərsiniz. Yəni dostlar, belə deyək də, bağlı köklü ağaçlarda gülləri bu vaxt iyul ayının ikisi dostlar, polnusu əkə bilərsiniz. Yəni bizdə görsənən bu bitkilərin dostlar, lüboysunu alıb, aparıb bu zaman əkə bilərsiniz torpaqlarınıza. Heç bir qorxacağı da yoxdur. Bəyəndinizsə dostlar, videomuzu like eləməyi unutmayın.